İran Mərkəzi Bankı Hörmüz boğazından keçən gəmilərdən alınan rüsumlardan əldə olunan gəlirlərin nağd şəkildə bu quruma köçürüldüyünü təsdiqləyib. APA-nın Tehran bürosunun məlumatına görə bu barədə Fars agentliyi xəbər yayıb. Məlumata görə İran Mərkəzi Bankı qeyd edib ki, sözü gedən rüsumlardan əldə olunan vəsait birbaşa bu banka daxil olub və ödənişlər xarici valyuta şəklində nağd formada həyata keçirilib. Agentliyin yaydığı xəbərdə bildirilir ki, daha əvvəl bəzi media qurumları İranın Hörmüz boğazından keçid rüsumlarını kriptovalyuta ilə qəbul etdiyi barədə iddialar irəli sürmüşdü. Lakin rəsmi açıqlama bu iddiaları təkzib edir. Hazırda gəmilərdən alınan rüsumların məbləği onların növündən, daşıdıqları yükün həcmindən və risk səviyyəsindən asılı olaraq dəyişir. Bu rüsumlar yalnız İranın təhlükəsizlik xidmətlərindən istifadə etmək üçün icazə alan gəmilərdən tutulur.